Yeni ilə sayılı günlər qalıb. Yeni ilin gəlişinə Sumqayıtlılar həvəslə hazırlaşır. Sumqayıt şəhərində 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il hazırlıqları artıq yekunlaşmaq üzrədir. Görülən işlər və yaradılan bayram əhval-ruhiyyəsi şəhərin gözəlliyinə daha da rəng qatıb. Bayramın yüksək səviyyədə təşkili və keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanan xüsusi tədbirlər planına uyğun olaraq şəhər xüsusi işıq effektləri ilə bəzədilir. Sakinlər bayram ərəfəsində şəhərin bu cür gözəl bəzədilməsindən məmnun qaldıqlarını bildirərək Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni ili yüksək əhval-ruhiyyə ilə qeyd etmək üçün 31 dekabrı səbirsizliklə gözlədiklərini dilə gətirirlər. Gündə hər axşam uşaqlarla çıxırıq, gəzirik. Bu yolka kəndini də görəndən uşaq əl çəkmir, hər axşam gətiririk. Çox gözəldir. Çox xoşumuza gəlir Sumqayıt şəhəri. Gecə işıqlandırılması çox gözəl. Yeni ilə sayılı günlər qalıb, şəhərimizdə günü-gündən gözəlləşir, şəhərimizdə bayram havası hiss olunur. Belə baxanda görürük, məsələn, Sumqayıtın müxtəlif yerlərində küknar ağacları, sonra işıqların yandırılması gecəni daha gözəl, şəhərimizin gecəsini daha gözəl göstərir. Əvvəllər tutaq ki, insanlar bayramı keçirmək üçün Bakı şəhərinə üst tuturlarsa, mən inanıram ki, bu ildən yəni ki, Sumqayıtda hər kəs bayramı qeyd edəcək. Çünki həqiqətən Sumqayıtın gecələri gündüzündən də daha gözəldir. Yəni ətrafın işıqlanması, parkların, ümumiyyətlə yerlərin, mağazaların hətta belə müxtəlif işıqlarla, ağacların müxtəlif işıqlarla bəzədilməsi bayram havasını daha gözəl hiss elətdirir. Sumqayıt şəhəri çox gözəldir. Günü-gündən daha da gözəlləşməyə davam edir. Mən qardaşımı hər gün buraya gətirirəm və orada uşaqlarla bir yerdə əylənir. Buradakı yolkaya və sair gözəl əşyalara tamaşa edir və biz burada şəkil çəkirik. İnşallah Sumqayıt həmişə belə gözəl olar. Mərkəzi küçələrdə park və xiyabanların da quraşdırılan al-əlvan işıqları şəhərə xüsusi yaraşıq verir. Sumqayıtlılar yola salmağa hazırlaşdıqları 2016-cı ildə bir sıra nailiyyətlərin şahidi olublar. Şəhərdə abadlıq və quruculuq işləri geniş vüsət alıb, şəhərin siması dəyişib. Bu ərəfədə şəhərdə görülən işlər, yaradılan bayram əhval-ruhiyyəsi Sumqayıtın əsrarəngiz gözəlliyinə daha çox möhtəşəmlik qatır. Abadlaşmış parkları, küçələri, prospektləri yenidən qurulmuş şəhər yeni il atributlarının fonunda sakinlərə qeyri-adi peyzaj təsviri bağışlayır. Dashing through the snow in a one-horse open sleigh, o'er the fields we go, laughing all the way. The bells on bobtail ring, they make our spirits bright. What fun it is to ride and sing a sleighing song tonight. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Sleigh. A day or two ago, I thought I'd take a ride, and soon Miss Fanny Bright was seated by my side. The horse was lean and lank, misfortune seemed his lot. He got into a drifted bank, and we got upset. Jingle open sleigh. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Now the ground is white, so go it while you're young. Take the girls tonight and sing the sleighing song. Just get a bobtailed nag, 240 for his speed, then hitch him to an open sleigh and crack you. İşıqlı şəhər, gözəl tərtibat isə hər kəsə xoş ovqat bəxş edir. Gülü Əliquliyeva, Elbrus İsmailov, Dünya TV.